Deməli dostlar, bugün bir də maraqlı bir proyekt gətirəm sizlər üçün. Hoppa, Audi'miz gəldi. Belə bir gözəl Audi'miz var, RS6'mız. Gördüyünüz kimi çox qəşəngdir həqiqətən də və mən bunu desəm ki sizə bu Kitaydır, inanmayacaqsınız yəni həqiqətən də. Amma çox gözəldir. Kitaya görə çox gözəldir həqiqətən. Çox bəyəndim. Və bu modellə qəşəng bir planlarım var. Deməli nə edirik? Birinci növbədə maraqlı bir disklər tapmışam bunlara. Bostonlarımızdır. Görürsünüz kimi ortasında JD yazısından əlbəttə ki, Java Diecast həmişə kimi efirdə. Belə bir maraqlı Boston disklər istəyirəm atım üstünə. Və baxdım ki, həqiqətən də cügüt oturur. Hoppa, çıxaraq. Belə bir şey oturur. Çox qəşəngdir. Əlbəttə ki, mənim öz stilimdə, yəni türk stilini xoşlayıram mən. Burnunu salacağıq yerə, arxı da öz yerində. Arxaya dəyməyəcəyik. Məndə yapmışdı o tərzdədir. Yəni qabağı salınıb, arxası isə yuxarıdadır. Yuxarı deyil. Pasatkadadır, amma az pasatkadadır. Audi'nin özünün də pasatkası var gördüyünüz kimi. Yəni hündür maşın deyil. İdeal maşındır. Lezzət Aero barədə. Məndə bundan başqa da bir dənə Audi var. Səhvimizə A6 olmalıdır. Ya A7-dir, ya A6-dır. O da çox qəşəngdir. Onu da inşallah əl gəzdirərik. Bunu nə edirik deməli? Carbon fiber bir dənə qəşəng kapot. Ya carbon fiber deyə də onun tam adı yadımda deyil. Yadıma düşmür bir yaxdan. Onu videoda deyim sizə. Deməli vinilini vuranda görəcəksiniz. Kapot Zuloy. Burada NG Diecast'a salam bildirirəm. Farları sarı eləyəcəyik. O temanı atdı bizə. Yəni müasir LED teması sarı. Ondan sonra logomuz biraz yeyilib. Logon biraz işləyərik. Qalan Black Edition qalacaq. Görürsünüz kimi bu xət xromdur. Buna eləyəcəm qara. Black Edition olsun. Hələ ki burada Kitaydan gəlmə sürprizlərimiz var əlbəttə ki. Bağaj da bu arada yekədir. Çox yekədir. Plus belə bir maraqlı hissəmiz var bağajda. Bağajda belə bir maraqlı bir hissəmiz var. Açılır və burada bomboşdur. Nə fikirləşirdim bir ara? Fikirləşirdim bu qapağı çıxarım. Bura bir şüşə kimi atım və olsun belə deyək. Orada bir dənə uslitel qoyaq. Basovkanı da arxaya. Onu fikirləşərik bu barədə. Biraz maraqlı söhbətdir. Hələ ki bu xırda işlərimizi görək. Modeli bir ortama gətirək. Onu ikinci videoda detallı olaraq içini işləyərik. Birinci növbədə modelimizi sökürük. Belə bir maraqlı bir detal ağlıma gəldi. Bu Heymamba firmasıdır. Və belə bir maraqlı bir söhbət. Bu firmadan bu yaxınlarda yeni modelimiz gəlir. Həqiqətən hamımızı bir tükəmişik. Bayılacağı bir modeli zakaz vermişəm. İnşallah Kitaydan gəlir o da. Kitay modelidir, amma Kitaya görə çox gözəldir. İnşallah onu da görəcəksiniz. Deməli modelimizi çıxartdıq. Pişiyimiz icazə versə. Altına nə işimiz var? Bir dənə arxa oxla qabaq oku sökəcəyik. Arxaya gedəndir deməli. Diskləri osturacağıq və bu hissə hazır. Bu hissə hazır yəni sonra qırağa qoyub sonra keçirik üst hissəni işləməyə. Tez bazarına bir dənə disklərini dəyişim, onun rigi verim. Gördüyümüz kimi tək ox sistemidir. Heç nə. Ox sistemindən ayırırıq. Yeni disklərimizi taxırıq. Ən asan və sadə yolu. Deməli altını belə elədim. Niyə soruşacaqsınız? Çünki disklər məndə qalın oxlandı. Bunlar isə nazik oxlandı və məndəki qalın oxlar bunun üçün keçmədiyindən tapanca kreyin ümidinə yatacaq. Amma onu yaxın zamanda da həll etməyə çalışacağam. Bunların və ya başqa daha qəşəng disklərin 3D print edib daha səliqəli formada oturacağam ona. Ondan sonra gəlin qabaq farları sökək. Qabaq farları sökmək asandır. Görürsünüz kimi orada plasmas yerlər bişirilib. O plasmas yerlər bişirilmələrini açıram və qabaq farların şüşəsi çıxır. Mənə də lazım bir dənə şüşəsini çıxarım ki, içində iş görə bilim. Bu arada modelimizə sevindiyim hal odur ki, kapotu da bu iki dənə şurup açmaqla ayıra biləcəm. Kapotu da ayırıram. Qabaq farların şüşələrini də çıxartdım. Görürsünüz kimi baba göstərirəm yenə bir daha. Baba. O xırda plasmas və o ortadakı xırda plasması. Poz atvekanı eləyirəm. Yonuram. Elə bir ki, şüşələrimizi çıxarmış oluram. Bu da şüşələrimiz. Şüşələrimizə bir işimiz yoxdur. Əsasən işimiz farların içindədir. Bu xəttləri elə bilin ki, sarı eləyəcəyik. Belə bir materialımız var. Karbonumuz var. Və bunu inşallah kapotumuzu spirtlə təmizləyirik bu ləkələrdən. Tərtəmiz eləyib bunu üzərinə vururuq. Bunu vurmaq prosesini çəkməyəcəm. Çünki həm uzun prosesdir, həm də yorucu prosesdir. Standart vinildə yəni yapışdırdım getdi. Bir dəfə model vinilləməyə, məsələn bu modelimiz VS vinillidir. Bir dəfə hansısa maşını
modeli vinilləyəndə mən sizlər üçün videosunu çəkərəm ətraflı. Deməli, vinilləyəndən sonra belə bir detalımız alındı. Çox səviyyəli bir şey görsənir, yəni həqiqətən. Arxadan da bu belə görünüş alınır. Nəzərə çatdırım maşın deyil, yəni ideal alınmır. Görürsünüz qatlar, xırda şeylər alınır, amma bacardığım qədər ideala yaxın vururam. Məncə çox qəşəngdir. Gəlin bu kapotu oturaq üstünə görə nə göstərir. Yox, həqiqətən də bir zloy bir şey alınır. Çox zloy olacaq bu Audi. İndi farları dəyişdik. Karbondan çox zloy bir şey göstərəcək. Deməli, sarı farlarımız daha hazırdır. Niyə çəkmədim soruşsuz, bir balaca vaxt alan bir şey oldu. Amma asan yolunu deyirəm. Sarı perqament. Hətta mən bunu maşın dükanından almışdım. Əsasən mən paintlərdən istifadə edirəm. Bu dəfə yəni bu paintlərdən istifadə edirəm, perqamentlərdən. O sarıdan düşmüşlərimi onu elədim. Deməli, birinci sarı xəttlərini atdım bütöv. Oradan sonra ağ xəttlər var idi. Sarı xəttə getdim üstlərindən və belə bir hal var ki, çox xırda olduğundan aralar da dolur. Bu qaqanız nə elədi? Belə bir xırda flomasterim də var, ruçka başlığıyla. Bunu da tapa bilərsiniz çox dükanlarda. O belə bir başlığı da var, flomasterdir bu da. Nəzərinizə çatdırım. Yəni ruçka deyil. Onunla da aralıqlarını işlədim və nəticə çox gözəldir. İndi şüşələrini taxıram inşallah. Kapotumuz hazırdır və bir dənə də belə bir xırda detal elədim. Kapotdan artıq vinil qalmış, çox balaca kusok. Onunla da spoilerimizi karbon elədim. Çox gözəl görsənir məncə. Arxa konturda qara. Bunlar çox xırda detallardır. Yəni bilirsiniz, flomaster götürüb prosta belə xətt çəkirəm. Yəni bu paintləndir. Biz kamera qabağımda olanda görə bilmirəm. Görə bilməyəndə düzgün xətt ata bilmirəm. Olsun belə. Heç nə. Şeylərimizi tapaq, artığını oturturaq üstünə və ondan sonra disklarımızı yapışdıraq görək nə alınır. Deməli dostlar, nəticə budur. Bir balaca disklarını oturmaq xoşuma gəlmədi. İçəri gedirlər. Amma onlara da rigisini veriləcək. İndi sizlər üçün tez bazarını elədim demək olar ki. Farlarımızın içi sarı. Bu görürüz. Belə deyirəm. Taxılan plasmasları da əslində ləğv eləyəcəkdim. Onlar kökündən qırıb qəşəng şkurkalayanda yox olur. Prosta daha onu oynamadım. Logonun xromunu biraz çoxaltdım. Farlar həqiqətən zloy görsənirdi. Yəni çox rəsrədir. Kapotumuz karbon fiber. O şey var, iki tane var, carbon hyper. Spoilerimiz karbon. Disklarımız Voss'unlar. Azərbaycanın ən məşhur Voss'unlarıdır. Yəni belə deyək. Amma razmer olaraq çox xoşum gəldi. Bunlar o biri Audi'mdə idi. O biri Audi'ni göstərəcəm sizlərə. Bu Audi isə daha qəşəng oturdu. Həqiqətən RS öz vidinə aldı da yəni. Quruş dillə biraz egzazları dəyişmək fikrim var. Qara xətt çox qəşəng oturdu, həqiqətən detal verdi. Karbonla vapşın bomba kimi. Və bunun bir dənə xırda detalı qaldı. Qabaqdan vapşın belə istəyir, yəni odur da model. Bunların üstündə bu belə bir damla şey gəlir, rooftop gəlir. Deməli, dostumuzun Nicatda port bağajdır. Mən də bu dənizə üzən xizəklər seçdim. Onda ağ rəngdir Audi. Onun da videosunu göstərəm sizə. Həqiqətən çox qəşəng yığıb. Baba bu düppədüz yerinə oturur. Hoppa. Hə, bax, indi video gəldi model. Həqiqətən odur da yəni. Çox ləzzətlidir. Çox. Yəni zloy da yəni çox zloy görsənir. Görünüş olaraq çox ləzzətlidir. Bu disklar yəni konkret tutub bunu heç dəyişmə fikrim də yalan deməyim yoxdur. Odur yəni hər şey. Bunlar yerində. İndi Uzaqbaşı Nicat Halloween paketi yığıb. Mən də yəqin ki bir Halloween paketi eləyərəm bunu bir partiya. Biraz maraqlı şeylər var. Onu da paylaşıram sizlərlə birazdan. Amma çox ləzzətlidir. Həqiqətən yəni Audi çox video gəldi də yəni. Özüm baxıb yəni bayılıram da o dərəcədə. Mənim ən sevdiyim model əlbəttə ki 60-ımdır. Çox sevirəm 60-ımı. Bu da ikinci sevimli modellərimdən biri oldu. Düz o orijinaldan bu şeydir, Kitaydır. Amma Kitayın da yaxşı brendlərindən biridir. Bu da belə. Yəni bir qısa videosuna baxın bunun. Ondan sonra da yox, bir dəqiqə sizlərə nə göstərəcəydim. Mənim bir dənə də belə bir Audi'm var. A6L. Yəni ki modeli A6 gedirdi sadəcə. L bilmirəm nəyə mənasını verir. Bu Audi'mizdən sökdüyümüz diskləri atdıq bunun üstünə. Çox xoşum gəldi. Həqiqətən bir krutoy bir vid aldı da belə deyək. Hələ bunların aporunları da varmızdı.
Deməli, aporları da buna taxacağıq. Yəni, belə görünüş olaraq belə dolduda model, həqiqətən lezzetlidir. Bunun faralarını hələ çox işləməliyəm. Bunun işləri çoxdur. Bunu da gələn verilişdə eləyərik. Görürsünüz, 2 dənə Audi'm var hal-hazırda. Mən Audi o qədər fanatı deyiləm, amma bu çox lezzetlidir. Yəni, bu odur da, yəni ləzzət edici, ikisini də tam. Bunu da, yəni ki, yığarıq gələn verilişimizdə. Onsuz nə etmək lazımdır? Like edib abunə olmaq lazım ki, Java'da həvəslənsin. Görürsünüz, bu tam mıkı. Tam mıkı ha. Lezzetlidir. Rocky, what's going on? Beide Motorenwerke. Sehr gut. Sehr gut. So, do you want to take a ride in my car? Nein, nein. I like Audis. Im RS6, deutsches PS starkes Modell. Über Autobahn Hovijet. Rast durch rote Ampel. Performance, go fast, groß an die Audi-Bande. Performance, Gelsenkirchen, Springbanken, Feldmark. Semtex weg die Nachbarschaft. 2 Turkos und 2 aus Macherba. Explosion, Jalalabad. Fluchtfahrer Richtung Belgika. Kanax im Trainingspack. Kofferraum, Benzintank. Europe, Mittelamerika. Am Arm, Roach-O. 100k für die Rolex. Freimaurer, Rosinenzo. So viel Erfolg ohne Contest. Im RS6, deutsches PS starkes Modell.